Bunun pensiyasını kəsirlər, onun üçün çəkirəm. Göyə elə bilirlər sağlamdır, sağlam deyil bu. Sağlam deyil bu, ay devlət, ay hökumət, ay bunun pensiyasını kəsən. Mən bu yollarda 8 aydır qalmışam. 8 aydır. Kanal 21-ə müraciət edən Gəncə rayon sakini Əliyeva Nargilə övladı Əliyev Elməddinə əlillik dərəcəsinin düzgün təyin edilmədiyini bildirərək ölkə başçısına müraciət edir. Onun sözlərinə görə oğlu 15 ildir xəstədir və bədəninin 80%-ində ciddi problemlər var. Vətəndaşın bildirdiyinə görə sağ gözü tamamilə görmür, sol gözü isə cəmi 50% görür. Buna baxmayaraq Elməddinə yalnız 2-ci qrup əlillik təyin edilib. Eyni zamanda o, övladı əlil olduğu üçün baxım pulu da verilməli olduğunu, lakin bunun da verilmədiyini qeyd edir. O, kanalımız vasitəsilə ölkə başçısına müraciət edərək övladının əlillik dərəcəsinin düzgün təyin edilməsini xahiş edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Əliyeva Nargilə Həsən qızı. Gəncə şəhərində yaşayıram. Mənim oğlum epilepsiya xəstəsidir. 15 ildir bu xəstəliklə, yəni anadan olandan belədir bu xəstəlik. Amma 15 ildir də 50-liklə alır. 15 il bundan öncə atasızlığa görə alırdı. İndi epilepsiya ilə alır. 5 ildən bir bunun pensiyası kəsilir. Mən doktora gedirəm, deyirəm, bu sağalası xəstədirsə sağalt, sağalası xəstə deyil bu. Doktor mənə deyir ki, indi aparıb dəlixanada yatızdırmasan, bir daha kəsəcəyik bunun pensiyasını. Bu, axır yaxşı olan xəstə deyil, bu anadan olandan bu belə xəstədir. Bir yeri deyil, bir epilepsiya deyil bunda. Bunun Mehriban xanım, sizdən çox xahiş edirəm ki, mənə köməkdarlıq edin, gözü görmür. Gözün biri tamamilə görmür, sudur adam, baş yerə dəyə-dəyə, o qədər yıxılıb, düşür. Gözün biri tamamilə yoxdur, sağ gözü. Sol gözdə 50%-dir. Ağciyar yoxdur, ağciyarın yarı hissəsi yoxdur. Türkiyədə 8 ay müalicə aldı. Yarı hissəsini qurutdular, götürdülər, nəfəs ala bilmir. Sizdən xahiş edirəm, bana köməkli yerin, bir Azərbaycan qadını kimi, bir ana kimi. Mənim evladıma köməkli yerin, bunu gündə aparıb gətirə bilmirəm. Götürürəm, yolda xəstələnir, qalıram əlində. Bunu ömürlü eləsinlər, 2-ci qrupdur. Bu 2-ci qrup deyil, bunun hər tərəfi xəstədir. Bu 1-ci qrup əlildir. Heç yerə qoyub çıxa bilmirəm, heç yerə gedə bilmirəm, dolana bilmirəm, heç yerdən də. Biri onun pensiyasıdır, onu da 5 ildən bir kəsirlər. Cənab Prezidentimiz sərəncam verdi. Əgər bədən funksiyasını itirmiş insanlara, xəstələrə, yəni əlillik verilsin. Bunun ciyarı yox, göz yox, ondan sonra böyrəkləri xəstə, əməliyyat olubdur, daşlar var idi, götürdülər, yenə böyrəklərini xəstə. Bunu nəzərə alın. Mənim oğlum 80-100% bədən funksiyasını itirir. Bunda mənə baxım pulu verməlilər, nəzarətsiz qoyulan xəstə deyil, mənə baxım pulu da verilir. Neçə ildir mən baxıram bu xəstəyə, tək başıma. Bununla da məmurlar devlətlə vətəndaşın arasında olan münasibəti arasında olan, yəni etibarı alt-üst edirlər. Mən bir ana kimi, Azərbaycan qadını kimi Mehriban Əliyeva sizdən çox xahiş edirəm, siz də anasınız. Mənim oğlumun 50-lik dərəcəsini verməyində köməkli eləyəsiniz. Can, ay baba, can. Can, ay baba. Ya Allah. Ya Allah.
Yox, heç nə olmaz, eləmə. Eləmə, özü ayılacaq. Ay, ayılacaq. Yox, yox. Xəstəxanaya aparıram. Yenə tutdu yolda. Dili bəlkə qatlanıb. Yox, qatlanmır, dili getmir. Dili qatlanmır. Yox. Bunun pensiyasını kəsiblər, onun üçün çəkirəm. Göyə elə bilirlər sağlamdır, sağlam deyil bu. Sağlam deyil bu, ay devlət, ay hökumət, ay bunun pensiyasını kəsən. Mən bu yollarda 8 aydır qalmışam. 8 aydır. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.